çıxılsın x vurulsun kök altında x kvadratı üstə gəl 3. Məxrəzdə də x çıxılsın 3-ün kubu var. Deyir ki, vurğu kök işarəsi altına salın. İndi birinci kökün altını bir araşdıraq, görək necə ifadədir. X kvadratı üstə gəl 3 var. Baxırıq ki, x kvadratı üstə gəlsin 3 həmişə müsbət ədəddir. Yəni kəsirin surəti oldu müsbət. X-in yerə nə yazırıqsa yazaq. Məxrəcə baxırıq. Məxrəc də müsbət olmaq məcburiyyətindədir. O zaman x çıxılsın 3 həmişə böyük olmalıdır sıfırdan, məcbur da olsun. Çünki kəsirin surəti müsbətdirsə, məxrəc mənfi olarsa nisbət edir mənfi. Kökün altı mənfi ola bilməz. Ona görə x çıxılsın 3 məcburdur ki, müsbət olsun. Yəni x həmişə, indi kubu var, kubu atıram da, onsuz da tək olduğuna görə də yazmıram bunu. X hər zaman 3-dən böyük olmalıdır. İndi baxırıq kökün qarşısında duran ifadəyə 3 çıxılsın x-dir. Əgər x çıxılsın 3 müsbətsə, onda 3 çıxılsın x necə ədəddir? Mənfi ədəddir. Biz nə edirik indi burada? Mənfi çıxardırıq mötərizə xaricində yazırıq x çıxılsın 3 vurulsun. Kök altında x kvadratı üstə gəlir 3, məxrəcdə də x çıxılsın 3-ün kubu. İndi bunu kvadrata yüksəldib salırıq kökün altına. Mənfi kök altında x çıxılsın 3-ün kvadratı artıq bir yerdə yaza bilərik də, bir kökün altına yazıram. X kvadratı üstə gəlir 3, bir də x çıxılsın 3-ün kubu. İndi eyni qüvvətdir artıq, ixtisar edə bilərik. Nə qalır? Mənfi kök altında, bunların biri ixtisar gedir. Qalacaq burada x çıxılsın 3, surətdə x kvadratı üstə gəl 3. Yəni D bəndi. Baxın, çaşdırmaqdan ötürü A bəndinə baxın. Yenə mənfidir, sadəcə 3 çıxılsın x yazılır. Və ya mənfi olmadan x çıxılsın 3 yazılır. Mənfi olmadan 3 çıxılsın x yazılır. Bu hamısı sizi çaşdırmaqdan ötürüdür. Doğru cavab budur.